Bugün müqəddəs Qurban Bayramı münasibəti ilə bütün bölgələrdə olduğu kimi Lənkəranda da qurbanlıq heyvanları kəsilib, bayram namazı qılınaraq dualar oxunub. Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumilikdə iri və xırdabuynuzlu 300 heyvan kəsilərək 4000 nəfər şəhid ailələrinə, müharibə veteranlarına, imkansız və az təminatlı ailələrə paylanılıb. Səhər saatlarından başlayaraq Lənkəran rayonunun hər bir məscidində, kəndində və həyətlərdə qurbanlar kəsilib. Allahdan arzumuz budur ki, Allah Taala bizlərə bu Qurban Bayramında olan həqiqi xeyir bərəkətini nazil eləsin. Xalqımıza, millətimizə, bütün müsəlmanlara bu bayramın həqiqi o xeyirlərini, bərəkətlərini, olunan duaların müstəcab olmağına qismət eləsin. Allah bütün kəsilən qurbanları, xüsusən də həc mövsümüdür, həcdə olan haclarımız, Azərbaycandan gedən zəvvarlarımız, onların da həc ziyarəti qəbul olsun və bu qurbanlıq Allah dərgahında bizdən həqiqi qurbanlıq kimi qəbul olsun. Və ət hər dəfə olduğu kimi bu dəfə də inşallah əvvəlcədən siyahı hazırlanıb, ilk növbədə xalqımızın, vətənimizin uğrunda canlarından keçmiş şəhid ailələrinə, imkansızlara, əlsiz ayaqsızlara və kasıblara, fəqirlərə, miskinlərə paylanacaqdır inşallah. Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Böyük Bazar, Kiçik Bazar və Qalayçılar məscidlərinin həyətlərində qurbanlar kəsilib. Bütün bayramlarda olduğu kimi Qurban Bayramında da qaçqın və məcburi köçkün ailələri yaddan çıxarılmadı. Onların məskunlaşdığı Şürük kəndində qurbanlar kəsilib paylanılıb. Eyni zamanda məscidlərə gələ bilməyən xəstə ailələrə də qurban payları göndərilib. Səhər saat 10-da məscidlərdə bayram namazı qılınıb. Məscidlərdə namaz qılan insanlar belə bir əziz gündə vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı və səadəti üçün dualar ediblər. Uca Allahdan ölkəmizə əmin-amanlıq və xeyir-bərəkət arzulayan dindarlar, dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad ediləcəyinə əminlik ifadə edib, Tanrıdan gələn il Qarabağ torpaqlarında qurban kəsilməsini diləyiblər. Qeyd edək ki, Qurban Bayramında Lənkəranda 300-ə yaxın iri və xırdabuynuzlu heyvan kəsilərək aidiyyatı üzrə ehtiyacı olanlara paylanılıb.